Salam hörmətli tamaşaçılar. Taksi sürücüsünə lazım olan sertifikat, taksi minik avtomobillərin sürücüsü və etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq. Qısa forması sertifikat. Taksiyə sertifikat almağa görə necə eləmək lazımdır? Mən ayın 9-u, yanvarın 9-u getdim Dərnəgüldə Ziya Bünyadov Dərnəgüldə dost xidmətin yanına. İda məktəb oradadır. Orada 76 manat götürdüm. 76 manat aparat var məktəbin içində. 76 manat ödədim. Ondan sonra ayın 9-unda ödədim. Ayın 18-də mənə mesaj gəldi ki, siz yanvarın 21-də yanvarın 21-də dərsiz başlayacaq. Yanvarın 21-i getdim dərsə 21, 22, 23. 3 gün dərs oldu. Müəllimlər dərs etdi 3 gün. Saat 9 səhər saat 9 smeninə yazıldım. Günorta saat 1-də dərs qurtarır. 3 gün getdim. 3 gündən sonra yezd olur. Hövsan yolu. Hövsan yolu Bakubusların qaracı. 3 gün dərs olur. Bir gün də ora gedirsən öz maşınla yezd eləməyə. Yezddanı qutarandan sonra ayın 24-ü yezddanı qutardıq. 24-də gözləyirik ki, imtahandan haçan imtahanımız olacaq yerlərə qəbul olmağa görə. Ayın 13-ü imtahan vaxtı bilindi ki, ayın 13-ü. Ayın axırı bilindi ki, ayın 13-ü imtahan olacaq. Yanvarın axırı bilindi ki, fevral ayın 13-ü imtahanımız olacaq. Bugün də ayın 13-üdür. 13 saat 15:00'da. Burada hamısı var. Burada imtahan, Dövlət İmtahan Mərkəzi, imtahan buraxılış vəsiqəsidir. Kopyasını çıxartmışam PDF formasında. Kopyanı çıxarmışam. Yəni imtahana bugün gedəndə aparacam bunu. Bugünkü tarixdir. Bugün gedəcəm inşallah. Hörmətli tamaşaçılar, sizə də mən dərsdə deyilən dərsdə bütün müəllimlərin danışıqlarının hamısını telefondan yazmışam. Hamısını yazmışam. Yazandan sonra da ayın 24-dən onu dəftərə köçürmüşəm. Təkrarlayım, onu əzbərləyim. Çünki telefona yazanda adam zehni daha yadda qalır da. Yazıb qulaq asdım, yazdım, sonra qulaq asıb yazırsan daha adam zehninə oturur da, yadında qalır. Mən də yazdığım dəftərdə olan müəllimlərin hər danışığın dəftərə yazdım. Həmin dəftərdə mən sizə hansı imtahanda hansı cavablar düşəcək, müəllim danışıb, bu düşəcək. Müəllim danışıb, mən də qeyd eləmişəm dəftərə. Ancaq bilməzdim ki, çəkilişə qoyaram bunu. Ona görə biraz xəttim pis düşüb. Yəni bunu özüm üçün yazmışdım. Birdən yadıma düşdü ki, bunu bildiklərimi də çəkim qoyum internetə. Lazım olan kim məktəbə oxuyacaqsa onlara lazım olacaq. Çünki mən özüm internetdə yazdım, nə qədər yazdım. Sertifikat almağa görə imtahanın sualları nə qədər yazdım çıxmadı. Düzdür, o məktəbin divarında orada keçirilən dərsin qiri kodu var idi. Oradan skaner eləyib uşaqlar orada kimə lazım, uşaqlar hamısı skaner eləyib götürürdü. Oraya girib dərs oxumağa da.
Bütün dərslər orada var. Ancaq müəllim danışdığı, dediyi dərslər əksəriyyəti o mən Qrikoda baxdım, orada girdim oranın dərslərinə də baxdım. Əksəriyyəti yoxdur. Yəni müəllim açığı xırdalayıb hamısını. Yəni ona görə mən yaxşı ki səsimi yazdım, sonra dəftərə köçürtdüm. O məndən başqa heç kim eləməmişdi, sinifdə eləməmişdi. Yəni bunu yaxşı köçürtdüm ki, o dəftərə köçürtdüm. İndi ondan sonra əzbərləmişəm. Bütün dəftərin hamısını nöqtəsinə kimi əzbərləmişəm. Bunu da birdən yadıma düşdü, atım sizlərə. Yəni bilməyənlər də çox kömək olar da. İnşallah köməkliyi olar. Müəllim nə danışıb hamısını yazmışam bura. Siz də baxın. İnşallah bu cavablar bunları öyrənib imtahandan keçərik inşallah Allahın köməyi ilə. İndi mən yazdıqlarım hamısı bir dənə hamısını deyim. Siz baxırsa biraz öz başa düşən dilimdə yazmışam. İndi nəsə yazın pis olması, nəsə yəni üzr hesab eləyirsiniz. Çünki mən düşünməmişdim ki, yəni internetə qoyum da bunu. Birinci, avtomobil nəqliyyat haqqında Azərbaycan Respublikasının qanunu 2008-ci il 1 apreldə təsdiq olunub. İkinci sual, sərnişin daşıma nədir? Sərnişini A nöqtəsindən B nöqtəsinə çatdırmağa sərnişin daşıma deyilir. Sürücü kimdir? Sürücü avtonəqliyyat vasitəsini idarə etmə hüququna malik olan şəxsdir. Sürücü odur. Sərnişin kimdir? Avtonəqliyyat vasitəsində gediş hüququna malik olan qanuni əsaslarla daşınan fiziki şəxsdir. Taksi miniş avtomobili necə olmalıdır? İmtahanda belə sual verilir də, necə olmalıdır? İndi variantlar verir, bu variant daha doğrusu budur da. Taksi miniş avtomobili necə olmalıdır? Taksi tanınma nişanı, taksometr və ya proqram olmalı. Sürücü daxil olmaqla oturacağın yeri 9-dan çox olmayan nəqliyyat vasitəsidir. Taksi sifariş xidməti nədir? Proqramla işləmək. Buraxılış vəsiqəsi kimə verilir? Hüquqi və fərdi sahibkara. Müəllim başa saldı. Nəyin sonunda vəsiqə görəndə, çünki insana verilir vəsiqə. Nəyin sonunda vəsiqə görəndə hüquqi və fərdi sahibkar yazmaq lazımdır. Nəyin sonunda kart görəndə buraxılış kartı kimə verilir? Nəyin sonunda kart görəndə avtonəqliyyat vasitəsi yazmaq lazımdır. Bağac yükün sual verir ki, bağac yükün salonda daşımaq olar. Bunu yazmaq olmaz. Yazanda istisna hallarında olar. Da yazanda ki, bağac yükün salonda aparmaq olar. Siz variant istisna yoxdursa, olmazı seçmək lazımdır. İstisna olanda onları seçmək lazımdır. İstisna olanda olar da bağac yükün aparmaq salonda. Taksi marşrut üzrə daşınmaları yerinə hansı marşrut üzrə daşınmaları yerinə yetirir? Müntəzam var, bir qeyri-müntəzam var. Müntəzam avtobuslardır. Məsələn, 20 yanvar Əhmədli, 20 yanvar Əhmədli bir istiqamətdə işləyir. Qeyri-müntəzam isə taksilər, yəni hara gəldi işləyirdi. Pulu ver, hara gəldi aparsın səni. Qeyri-müntəzamdır. Qeyri-müntəzam seçmək lazımdır imtahanda. Vergi qanunvericiliyə görə sığorta hər ay 18 manatdır. Ölkə üzrə zona əmsalı Bakı 2-dir.
Sumqayıt bir yarımdır. Sumqayıt və Gəncə bir yarımdır. Başqa rayonlar isə bir əmsalı bir seçilir. Yəni əmsalı odur ki, 8 manat məsələn deyəcəm Bakıda taksi vergi sadələşmiş vergi zona əmsalı 18 manatdır. 9 sadələşmiş vergi 9 manatdır. 2 əmsal o demək ki 2 qat hesablanır 18 manat. Sosial sığorta Bakıda 24 manatdır. 2 əmsal 2 dəfə hesablanmağına görə 48 manat. İcbari tibbi sığorta 8 manatdır. 2 əmsal hesablandığına görə, 2 qat hesablandığına görə Bakıda 16 manat. Ölkənin bütün rayonları və Bakı daxil olmaqla icbari tibbi sığorta minimum əmək haqqının neçə faizidir? İmtahanda sual verilir. Doğrusu 4%'dir. Taksi minik avtomobillərin sürücüsü yaşı neçə ola bilməz. Orada imtahanda müəllim deyir ki, bunlar məsələn 60 olar, 40 olar, 32 olar, 20 olar. Məsələn, neçə ola bilməz? 20 yaş ola bilməz. Hava limanında sürücüsünün təcrübəsi nə qədər olmalıdır? Sual verir. Variantlar verir. Ən doğru variant budur. 2 il, B kateqoriya, aşağı yaş 21. Hava limanında taksi sürücüsü hansı dilləri bilsə yaxşı olar? Məsələn, bütün yazır Azərbaycan və Rus, Azərbaycan və Ərəb, Azərbaycan və Türk. Bunu daha uzatmaq olar da. Yazılan variantlarda sadalananlardan hər biri olsa, bunu seçmək lazımdır. Sadalananlardan daha hansı çox dil bilsə o evlə yaxşıdır. Taksiyə yazılan cərimə 50 manatdır. Çox cərimələr, yəni 50 manatdır taksiyə. Gündəlik qısaldılmış istirahət dövrü nə qədər olmalıdır? 11 saatla 9 saat arası. Bir də sizə deyim, bu rəqəmlər ki var burada 20, 21, 22, 23, yəni 100 neçə dənə sualdır. Yəni bu imtahan sualların neçə ədədlərdir. Yəni bunların da məsələn 100 neçə dənə sualdır. Onu yazmışam ki, axırda neçə dənə sual var da bu dəftərdə. Reaksiya müddəti nədir? Sürücü hadisəni görəndən tormuz pedalını sıxana qədər vaxtdır. Tormuz məsafəsi nədir? Sual verir. Ən doğrusu tormuzu sıxandan avtomobili dayanana qədər olan məsafədir. Nəqliyyat vasitələrinin istismarı qadağan olan hansılar? Məsələn, səs siqnalı, təkəri, işığı, şüşə siləni və s. maşını saxlayıb düzəlib yola davam etməyə istismarı qadağan olan deyilir. 2024-cü il sual verir ki, neçənci ildən ölkəyə gələn taksilərin rəngi ağ və qırmızı olmalıdır? Bunlar hamısı eşitdiyimə görə imtahanda düşür. İllər bunu yadda saxlamaq lazımdır. 2024-cü il iyulun 1-dən ölkəyə gətirən taksi maşınlarının rəngi ağ və qırmızı olmalıdır. 2024-cü il iyunun 1-dən əvvəlkilərə şamil edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin son qərarı 27 mart 2024-cü il tarixdə 183 nömrəli qərarla təsdiqlənib. Son qərar 27 mart. Bunu əzbərləmək lazımdır. Çünki imtahanda da bunlar daha çox düşür. 183 nömrəli qərar 27 mart.
Taksinin texniki göstəricisi, daxili, xarici göstəricisi və s. Müvafiq icra hakimiyyəti orqanları aynadır, ayna nəzarətidir. 2024-cü il 1-dən qüvvəyə minib taksilər Avro 6 olmalıdır. Buraxılış vəsiqəsini sual verir ki, buraxılış vəsiqəsini almadan buraxılış kartı almaq olar? Olmaz. Buraxılış vəsiqəsi birinci alınmalıdır, ondan sonra buraxılış kartı. Taksilər M1 kateqoriyalarına aiddir. Saatdə sual verir, saatdə 40 km sürətlə maşını sürəti olan maşının tormoz yolu nə qədər olmalıdır? 40 km sürətdə olan maşının tormoz yolu 12 metrə 20 sant. Avtomobil nəqliyyatında sərnişin daşınması qaydaları. 141 sayılı qərar 2019-cu il 17 sentyabrda təsdiqlənib. Rolun lifti boşluğu olmalıdır 10 dərəcə, 10 sm. Taksi daşınmaları neçə üsulla daşınması icazə verilir? 1 kilometr üzrə, 1 sifariş üzrə, 1 gediş üzrə, boş dayanmalar üzrə. Taksini idarə etmək üçün verilən kateqoriya B və B kateqoriyası olmalıdır. B kateqoriyasına üst ton yarıma qədər yük avtomobilini də idarə etmək olar. 3,5 tona qədər olan maşınların tormoz yolu 15 metr 10 sm olmalıdır. 15 metr 10 sm-dir. Adi minik maşınlarında tormoz yolu 12 metrə 20 santdır. B kateqoriyası avtomobillərinə icazə verilən parametrlər, ölçüləri uzunluğu və eni deməkdir. Uzunluğu 3 metrə 90 sant, eni 1 metrə 70 sant olmalıdır. Maşının istehsal edildiyi tarixdən 4 il keçəndən sonra birinci texniki baxışdan keçməlidir. Maşın birinci texniki baxış istehsal edildiyi zavod istehsal ediləndən sonra birinci texniki baxış 4 il keçir. 4 ildən sonra birinci texniki baxış keçir. Sonra 6-cı il keçir, 8-ci il keçir, 10-cu il keçir. Yəni o demək 4 ildən sonra hər il 2 ildən bir keçilir. 10 ilə kimi 2 ildən bir keçilir. 10 ildən sonra ildə bir dəfə keçirilir. Taksi maşınlarında diaqnostika 3 aydan bir aparılır. Texniki qulluğun 4 növü var. Texniki baxışın qiyməti 20, 30, 20, 10, 30 manat. O şey 30 manat. Maalesef Türklər demişsən 30 manat deyil. Taksilər bir neçə növdən ibarətdir. Gündəlik yürüyüşə görə taksilər, 200 kilometr yol gedən taksilərdir. Kənd və qəsəbə daxilində çalışanlardır. 200 kilometrdən 400 kilometrə qədər yürüyüş edən taksilər rayon ərazisində fəaliyyət göstərəndir. 400 kilometrdən 600 kilometrə qədər yürüyüş edən taksilər Bakı regional arası işləyən taksilərdir. Bakı kənd qəsəbələrdə işləyənlərdə də 2 əmsaldır. Rayonlarda çalışanlarda da 2 əmsaldır. Fərqləri eynidir, ancaq birində region yazılıb, birində qəsəbə yazılıb. Yol nişanları neçə qrupa bölünür? 7 qrup. Xəbərdar edici nişanların 6 yaşayış məntəqəsindən kənarda təkrarən quraşdırılır. Bunlar şlaqbaumlu dəmir yol keçidi, şlaqbaumsuz dəmir yol keçidi, açılan körpü, sahil boyuna çıxış, uşaqlar, yol işləri. Bu nişanlar yaşayış məntəqəsindən kənarda ikinci dəfə 50 metrdən quraşdırılır.
Qarşıdan gələn maşın varsa, ən azı 150 metr qalmış uzaq işığı söndürmək lazımdır. Ən təmiz yanacaq hansıdır sual verir. Oradan variantlar var. Düzgün variant metanqaz. Avro 5 standartlarına uyğun cavab verir. Sayım nədir? Sayım sürücü, A. Avtomobil, Y. Yol, M. Mühit sistemi. Sayım sistemi. Etik davranış dərsi. Ünsiyyətin növü, güc, dominantlıq, əmrlər əsasında danışmaq, birtərəfli maraqlarla əsaslanan ünsiyyətlər, ancaq özünü düşünmək. Sürücün müştərini götürdüyü yola düşdü. Hansı halda yola düşdü? Hansı yolun sürücü müştərini götürdüyü yola düşdü? Hansı yolla getməyi kim qərar verməlidir? Taksometr varsa birinci taksometr, imtahanda birinci taksometr varsa birinci taksometr. Taksometr yoxdursa sürücü. Taksometr yoxsa sürücünü yazmaq lazımdır. Taksometr ya sürücü. Sürücü ya taksometr olmalıdır ya da sürücü olmalıdır. Taksometr olmasa sürücünü yazmaq lazımdır. Sürücünün maşınına əyləşən sərnişin sürücünü idarə edirsə, deməli o sürücü peşəkar deyil. Ünsiyyətin neçə növü var? Güc. O deməkdir, mən səni belə edəcəm. Qorxutmaq, hədələmək və s. İkinci, Azərbaycanın ən yaralı yeri empatiya. Əksər insanların empatiyası 90% insanların yoxdur. Təəssüflər ki. O deməkdir, özünü qarşı tərəfin yerinə qoymaq. Bir iş görəndə həmişə özünün qarşı tərəfin yerinə qoymaq. Qarşınızdakına psixoloji təsir kimi psixoloji təsir kiməsə sözləri ilə, kiməsə hərəkəti ilə əlindən gələni etmək, anlaşma, razılığa gəlib yolu davam etmək. Qarşıdakına imkan ver, özünü ifadə etsin, qoy danışsın, ancaq təhqir eləsə dayandırmaq lazımdır. Sürücünün davranışına təsir edən faktor, daxili faktorlar. Daxili faktor birbaşa səbəbi ortaya çıxması sürücüdən qaynaqlanan məsələdir. Xarici faktor isə kənardan sürücüyə təsir edir. Daxili faktor odur ki, birbaşa sürücüdən səbəbi sürücüdür. Yəni sürücü radara düşüb, əsəbləşib, kimləsə dostu ilə savaşıb, telefonda əsəbləşib. Daxili faktor budur. Çox variantlar çoxdur. Xarici faktor budur. Kənardan sürücüyə təsir edir. Yoldan riski birdən maşının qabağına piyada keçər, maşını sıxar və qıraqdan sözündə dedi xarici, yəni xaricdən təsir edən sürücüyə. Xarici faktor xaricdən təsir edən əlamətlərdir ki, sürücünü əsəbləşdirir. İkinci tip yardım çantasında bunlar olmalıdır. Analgin, aspirin, buz, pambıq, bint, plaster, tampon, yodun 5%, turna, yoğurt, nitrogliserin. İlkin tibbi yardım. Yüngül travma zamanı hansı
Hansı dərmanlardan istifadə etmək lazımdır? Adamın başı, qolu, əli və sair bədəni harasa dəyib ağrıyır, əzilibsə, ağrıları varsa, o zaman analgin vermək lazımdır. Travmada ağrı kəsici kimi, qanaxmada qan kəsmək kimi və sair onda buzdan istifadə etmək lazımdır. Aspirin nə zaman verilir? Aspirin qızdırma və yüngül əzələ ağrıları vaxtı vermək lazımdır. Yod yaranın ətrafını silmək üçündür. Bunlardan hansı qan dayandırıcı vasitələrdir? Turna, jiqut. Ya turna olsa turnanı yazmaq lazımdır, ya jiqut olsa jiqut yazmaq lazımdır. Ürək ağrıları zamanı şəxsə hansı dərman vermək olar? Dayım naşəti spirti yox, biz də onun naşəti spirti deyirdik. Ürək ağrıları zamanı nitrogliserin vermək lazımdır. Düzgün cavab nitrogliselindir. Zəhərləmələr vaxtı aktivləşdirilmiş kömürdən 2 ədəd vermək lazımdır. Amoniak naşəti spirti bayılma, ürək getmələrdə istifadə edilməlidir. Yol qəzası gördükdə, xəsarət alanı gördükdə sürücü ilk nə etməlidir? Ən birincisi təhlükəsizliyi təmin etməlidir. Travma alan şəxsin tənəffüsü və nəbzi yoxlanmasına maksimum nə qədər vaxt sərf olunmalıdır? Düzgün cavab 10 saniyədir. Zərərçəkən şəxsin huşu olmasa da, nəfəs alır, ürəyi döyünür, bir huşu yoxdur. Onda rahat formada zərərçəkən şəxsi uzatmaq lazımdır. Zərərçəkən şəxsin huşu yoxdur, nəfəs almır, yeganə nəbzləri var, onda nə etməlidir? Nə etmək lazımdır? Onda ürəyin qapalı masajı və süni nəfəs vermək lazımdır. Böyüklərdə və yetkinlərdə ürəyin qapalı masajı ilə süni nəfəs sayı nə qədərdir? İmtahanda çox düşür bunlar. Böyüklərdə 30-un 2-yə, uşaqlarda ya imtahanda müəllim dedi, ya rast gəlsə 15-in 2-yə, ya 10-un 2-yə. Ya 15-dən yuxarı olan variantları seçmiyoruz. Müəllim 15-in 2-yə ola bilər, 13-ün 2-yə ola bilər, 10-un 2-yə ola bilər. 15-dən yuxarını seçmiyoruz da. 15 ilə 10-un arasında. Uşaqlarda 15 ilə 10-un 2-yə arası olmalıdır. Ürəyə gedən şəxsi düz bir yerdə uzatmaq, düz yerə arxası üstə uzatmaq lazımdır. Əgər adamın sınığı sinəsində, döş sümüyündə və yaxud onurğa beynində olarsa, adamı düz bir yerdə arxası üstə uzatmaq lazımdır. Əgər adamın sınığı belində və yaxud onurğa sütunundadırsa, onda adamın qarnı üstə uzatmaq lazımdır.